Zelenski ilə Putin görüşü planlanır. Erdoğan Ukrayna prezidenti ilə danışdı. Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğanla Ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub. Report xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb. Danışıq zamanı iki tərəfli əlaqələr, regional və qlobal proseslər müzakirə edilib. Erdoğan Türkiyənin Ukrayna ilə Rusiya arasında ədalətli və davamlı sülhün təmin olunması üçün səylərini davam etdirəcəyini, ölkəsinin İstanbulda iki ölkə nümayəndə heyətləri arasında başlayan danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu bildirib. Dövlət başçısı həmçinin danışıqlarda əsir mübadiləsi barədə əldə olunan razılaşmanın qısa zamanda həyata keçirilməsindən məmnun olduğunu söyləyib. Prezident Erdoğan İstanbulda keçirilməsi planlaşdırılan danışıqların ikinci raundunda mümkün atəşkəsin müzakirə edilməsinin sülhə yol açacağını qeyd edib. Türkiyə lideri nümayəndə heyətləri arasında görüşlər başa çatdıqdan sonra dövlət başçıları səviyyəsində görüşlərin keçirilməsinin sülh prosesi üçün faydalı olacağını və bunun ləngimədən reallaşmalı olduğunu diqqətə çatdırıb.